Salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 23 Mart 2026-cı il. Arıların ilk genişləndirilməsi haqqında sizə məlumat verəcəyim. Çünki çoxlu zənglər olur, soruşurlar, arını necə genişləndirmək olar, arını nə vaxt genişləndirmək olar. Baxın, bu haqda sizə göstərəcəm ki, arıları necə genişləndirmək olar. Qabaqcadan hər birinizə uğurlar arzu edirəm. Bir xahişim var. Hər il bunu mən xatırladıram. Yenə də görürsünüz ki, yaddan çıxır. Deməli dostlar, qış aylarında ola bilir gündüzlər də mən telefonu götürürəm, axşamlar da. Amma indi arı mövsümüdür. Baxın, xahiş edirəm, arı ilə bağlı, yəni kim arı haqqında öyrənmək istəyir, məsləhət istəyirsə, xahiş edirəm, axşamlar mənə zəng vurun. Gündüz mən işim, gücüm var, qardaş. Kimin ağlına nə vaxt gəldi, götürür, zəng vurur. 2 dənə sualım var, 3 dənə sualım var. İnsan nə qədər sadə olur, bir o qədər insandan istifadə etməyə çalışırlar. Yəni mənim telefonum 24 saat açıqdır. O demək deyil ki, günün günorta çağı mən arılara baxıram. Qardaş, mənim təsərrüfatım var. İndi hər dəqiqə başı 100 nəfər zəng vurursa, 100 dənə zəngə mən cavab versəm, mənim təsərrüfatım batıb gedəcək. Hər kəs bilir, məni tanıyanlar bilir ki, axşam saatları bütün kanallarımda da cavab yazıram, WhatsApp'a da cavab yazıram. Odur ki, dostlar, hava günəşlidir. Nə etmək lazımdır? Bugün biz arılarımızı genişləndirəcəyik. Əgər hansı ailə genişlənmə istəyirsə və eyni zamanda da Apimaxlı müalicəvi şərbət. Apimax hər il paylaşıram. Mən Rus istehsalı olan Apimaxdan istifadə edirəm. 3-4 dəfə yaz aylarında 3 gündən bir, 3-4 dəfə payız aylarında 3-4 gündən bir. Ondan sonra keçirəm betonlu yemləməyə. O qaydada da betomu da 3-4 dəfə 3 gündən bir yaz və payız aylarında arılarıma verirəm. Başqa kimyəvi dərmanlar, antibiotiklər istifadə etmirəm dostlar. Varroa ilə də bağlı məlumat çatdırım. Gedirik arı genişləndirilməsinə. Artıq varroa dərmanlarını istifadə etmək olar. Mən də hələ heç bir varroaya qarşı tədbir görməmişəm. Ondan sonra inşallah sublimasiyadan başlayıb, sonrasa hava şəraiti ilə uyğun formik asid, yəni qarışqa turşusu istifadə edəcəyim dostlar. İndi vallahi yanvar ayında mənə zəng vururlar, fevral ayında zəng vururlar ki, mən arıya bipin səpdim, xətkeş verdim, nə bilim nə verdim. Qardaş, məni indiyə kimi görmüsünüzmü? Soyuq aylarda xətkeş verəm və yaxud kimyəvi dərmanlar saxlar. Nəyi edirəmsə, mövsümə uyğun sizinlə paylaşıram. Heç bir əlavə, gizli bir işlərim yoxdur. Maskalanmamışam. Bəzən mənim dostum deyir, deyirsən şərbəti göstərirsən, arılara şərbət verirsən, cəmaət görər, başqa bir başa düşər. Qardaş, baxın, bu şərbət deyil, bu şərbətdir, amma buna Apimax balzam qatılıb, həm varroaya qarşı, həm akarapidoza qarşı, həm nazimaya qarşı, həm çürüməyə qarşı profilaktik tədbirdir. Mən bunu hər zaman edirəm, paylaşıram. İndi bəzən o sosial şəbəkədə
belə rastıma çıxır, heç bilmirəm kimlərdir, heç kimlə də şəxsi qərəzliyim yoxdur. Balaca bir qab götürüb qaşıqla biz arılara bal veririk. Maskalanmış bu insanlara deyirəm ki, ya ki, o bal arıya heç nə eləyəsi deyil, özünüzü cəmiyyətə güldürməyin. Bununla da işim yoxdur. Odur ki, dostlar, xahiş edirəm bir daha gündüz vaxtları məni narahat eləməyin. Axşamlar mənim telefonum hər kəs üçün açıqdır. Getdik. Arılar genişlənmə istəyir, istəmir, onu sizə göstərəcəyəm. Getdik. Yaxşı, sizi narahat edirəm. Deməli, arı kekini artıq yeyiblər. Azca qalır. Deməli, dostlar, baxın, burada ballı çərçivə, yəni qaralmış, kifləmiş çərçivədir. Üzərindəki balı qaşıyıb qoymuşdum. Artıq yeyiblər. Arı genişlənməsini vaxtsız edəndə sürfə soyuqlanmalarına səbəb ola bilir. Çürümə xəstəliyinə səbəb ola bilir. Askasferoza səbəb ola bilir, dostlar. Odur ki, arı fevral ayında mütləq sıxlaşdırılmalıdır. Artıq mart ayından indi baxır hava şəraitinə uyğun, arının inkişafına uyğun. 5 çərçivədə bunu sıxlaşdırmışdıq fevral ayında. Deməli, dostlar, baxın. Arı artıq arakəsmə taxtasına şan hörüb. Görürsünüzmü? Arakəsmə taxtasında da arı var. Baxın, bu axırıncı çərçivədir. Görürsünüzmü? Artıq burada dalaq başlayıb hörməyə. Demək, bu arı, ana arı da bura artıq yumurta qoyub, erkək yumurtalar. Aha, gözəlçə də bu çərçivədədir. Deməli, dostlar, bu bizim 3-cü nəsil F3'dür. Bu dalağı buradan sökək. Baxın, bu axırıncı çərçivəyə də yumurta qoyub ana arı. Arıları biraz narahat elədik. İndi bundan sonra bu ailəni genişləndirməyin heç bir qorxusu yoxdur, heç bir təhlükəsi yoxdur. Bunu 2 ədəd süzülmüş şanla və yaxud az ballı çərçivə ilə də genişləndirmək olar. 3 ədəd də deməli, baxın dostlar, bu cür möhtəşəm ballı çərçivə, çünki axırıncı çərçivədə sürfələr var. Əgər axırıncı çərçivədə sürfə olmasaydı, siz genişlənməni, baxın, burada axırıncı sürfəli çərçivənin yanına qoymalısınız. İndi burada İndi baxın, bu axırıncı çərçivədə də sürfələr olduğuna görə bu cür möhtəşəm 2025-ci ildə şan vərəqi verdiyimiz ailələrdən sıxlaşdırmışdıq. Yəni fevral ayında ki biz arılarımızı sıxlaşdırmışdıq. İndi yenidən həmin ailələrə veririk. Bax, bu cür də etmək olar. Bir ballı çərçivə bu tərəfdən, digər ballı çərçivə o tərəfdən vermək olar.
Mən isə buna baxın bu cür edirəm. Bu ballı çərçivəni saxlayıram burada. Yanına baxın bu cür süzülmüş şam qoymaq olar. Az balı da var. Baxın bu balı mən bu cür qaşıyıb iki çərçivə ilə bunu genişləndirdim. Hər iki tərəfdən genişləndirmək olar. Ailənin gücünə baxıb onunla rəftar etmək lazımdır. Bu tərəfdən də axırıncı sürfənin yanına qoymaq olar. Bu tərəfdən də arı kekini də qoyuruq. Tam axıra qədər yesin və bu cür Apimaxlı şərbətimiz 200-250 qram hər bir arı ailəsinə. Əssalam. Həmçinin dostlar, təmizlik işlərinizi də apara bilərsiniz. Yəni arı ailələrinizi sakit, günəşli bir havada təmizləyə bilərsiniz. Yəni için zirzibilləri təmizləyin. Yəni çox bu haqda mənə müraciətlər olunur, suallar verirlər. Arını təmizləmək olarmı, olmazmı? Qardaş, təmizləyin, sakit, günəşli havalarda təmizləyin. Hətta yeşiyi də dəyişə bilərsiniz. Qısa zamanda, sakit bir havada, tez bir zamanda arıları, əgər pətəyiniz çox kirlidirsə, rütubətlidirsə, yaşdırsa, yəni dezinfeksiya olunmuş bir pətəyi qoyun. Qısa zamanda ardıcıllıqla çərçivələri ora köçürün. Heç bir qorxusu yoxdur. Təbii ki, saatlarla orada lazım deyil pətəyi açmaq. Qısa bir zamanda keçirin və yaxud təmizləyin. Vəssalam, qurtardı. Odur ki, keçək digər ailəmizə.